Hal-hazırki dövrdə qadın sonsuzluqları arasında ən geniş yer tutan səbəblərdən biri polikistik yumurtalıq sindromudur. Polikistik yumurtalıq sindromu nədir? Yəni bu zaman qadında adət düzənsizliyi əmələ gəlir. Ultrason müayinəsində yumurtalığın bütün kənarları boyu yayılmış, minbarı kimi düzülmüş çoxlu sayda ölçüsü 5, 6, 7, 8 mm ölçüdə olan xırda follikullar əmələ gəlir. Qadınlarda erkək hormonu, yəni androgen hormonlarının miqdarı artır və bütün bunlar isə dolayı yolla qadın sonsuzluğuna səbəb olur. Əvvəllər bu qadın sonsuzluğu 100 qadından birində təsadüf olunursa, hal-hazırki dövrdə bu faiz nisbəti ilə artmaqda davam edir. Və əsas səbəb nədir? Əsas səbəb qadınların hal-hazırki dövrdə daha az hərəkətli olmalarından, qidalamalarına fikir vermələrindən, polifabrikant məhsullardan istifadə edirlər, mağaza məhsullarından istifadə edirlər, daha çox kalorili, yağlı, karbohidratlı, unlu məhsullardan istifadə edirlər. Qadın ailədə sevgi görmədikdə, ona dəstək görmədikdə və kişi tipli bədən quruluşu aldıqlarından özlərinə qarşı sevgi görməkdən stres əmələ gəlir. Bu stres isə dolayı yolla beyində kortizol hormonunun artması nəticəsində androgen hormonunun ifrazının sürətlənməsinə səbəb olur. Bütün bu halların aradan qaldırılması üçün qadınlar vaxtında öz ginekoloqlarına müraciət etməlidir və əgər vaxtında müalicə olunarsa, bütün bu problemlər vaxtında aradan qaldırılır. Sonsuzluq aradan götürülür. Əgər siz də öz sağlamlığınızın qədrini bilir və ana olmaq istəyirsinizsə, bütün bu problemləri aradan qaldırmaq üçün öz ginekoloğunuza müraciət edin.